Esselamu aleykum və rəhmətullahi və barakatuh. Necə bilirsiniz, əziz qardaşlar, Ramazan ayının axırında fitrə zəkatı çıxarılır. İstədim bu barədə qısa, müxtəsər şəkildə danışım. Ola bilsin, Allah subhanahu və teala dinləyənlər və baxanlar üçün faydalı etsin. Birinci məsələ, bu barədə çoxsaylı yayılan, müsəlmanlar arasında yayılan belə bir hədis var. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Ramazan ayının orucu yerlə göy arasında asılı qalıb, fitrə zəkatı çıxartmayana qədər səmaya qalxmır. Peyğəmbərin adından belə bir hədis yayılır, fitrə zəkatı ilə bağlı. Bu hədis, əziz qardaşlar, səhih hədis deyil, bu hədis zəifdir. Ona görə də buna etiqad etmək düzgün deyil. Bu birinci məsələ. İkinci məsələ, fitrə zəkatının hökmü nədir? Fitrə zəkatı, əziz qardaşlar, məlum məsələdir ki, hər bir müsəlmana vacibdir. Hər bir müsəlmana fitrə zəkatı çıxartmaq vacibdir. İstər oruç tutanlar olsun, istər oruç tutmayanlar olsun. İstər böyük olsun, istər kiçik olsun, istər kişi olsun, istər qadın olsun, heç bir fərqi yoxdur. Fitrə zəkatını çıxartmaq hər bir müsəlmana vacibdir, fərdi olaraq. Üçüncü məsələ, fitrə zəkatı nə vaxt çıxarılır? Fitrə zəkatı, əziz qardaşlar, bayram gecəsi günəş batdıqdan sonra artıq vacib olur. Çıxartmaq artıq vacib olur. Yəni, artıq bilindi ki, sabah bayram namazıdır. Məsələn, məğribdə günəş batandan sonra artıq bilindi ki, sabah bayram namazıdır. Düzdür? Artıq fitrə zəkatını çıxartmaq vacib olur. Fitrə zəkatını vaxtından tez çıxartmaq olmaz. Yəni, bu bir ibadətdir. Hər ibadətin öz vaxtı olduğu kimi, bu ibadətin də vaxtı var. Vaxtından tez çıxartmaq olmaz. Hər kim vaxtından tez çıxartsa, fitrə zəkatı çıxartmış sayılmır. Və hər kim bayram namazından sonra, diqqət edin, hər kim bayram namazından sonra çıxartsa, bu artıq fitrə zəkatı deyil, sədəqə sayılacaq. Yəni, demək istədiyim odur ki, bu məqamda bu ibadətin öz vaxtı var, gərək öz vaxtında çıxarılsın. Lakin bu vaxtla bağlı bir neçə məsələni qeyd edim. Hər kim bayram günündən bir gün qabaq çıxardarsa, bu icazəlidir. Niyə? Çünki bəzi səhabələrdən varid olub ona görə. Onlar belə ediblər. Bayram namazından bir gün qabaq çıxardıblar. İkinci qeyd, kimin bayram gecəsi günəş batdıqdan sonra övladı olarsa, onun adından fitrə zəkatı çıxartması müstəhəbdir. Diqqət edin, vacib deyil. Müstəhəbdir. Yaxşı olar ki, onun adından da çıxartsın. Üçüncü qeyd, bu vaxtla bağlı, ana bətnində olan uşaq üçün fitrə zəkatı çıxartmaq, məsələn, qadın hamilədir, bətnində uşaq var. Onun adından fitrə zəkatı çıxartmaq vacib deyil, çıxartmaya bilər. Lakin bəzi alimlər deyiblər ki, onun adından çıxartması müstəhəbdir, yaxşıdır. Amma hər bir halda vacib deyil. Dördüncü qeyd, fitrə zəkatını unudub çıxartmayanlara heç bir günah yoxdur. Lakin yadına düşən kimi çıxartması
vacibdir. Məsələn, insan unudub fitrə zəkatını çıxartmayıb, ağlından çıxıb. Burada günah yoxdur, əlhamdülillah. Lakin yadına düşən kimi çıxartması vacibdir. Dördüncü məsələ, fitrə zəkatı kimlərə verilir? Fitrə zəkatı, əziz qardaşlar, müsəlmanların fəqirlərinə, miskinlərinə verilir. Qeyri-müsəlmanlara fitrə zəkatından vermək düzgün deyil. Beşinci məsələ, fitrə zəkatının miqdarı nə qədərdir? Bu barədə çox soruşurlar. Məsələn, Rəşad qardaş, fitrə zəkatının qədəri, miqdarı nə qədərdir? Fitrə zəkatının dəqiq qədəri 2 kilo 320 qramdır. Bu da o deməkdir ki, hər kim 2 kilo yarımdan, adam başına 2 kilo yarımdan çıxardarsa, bu keçərli sayılır, artıq bu ibadəti yerinə yetirmiş olur. Burada bir məsələni qeyd edim. Bəzi alimlər deyiblər ki, fitrə zəkatı digər vaciblər kimi bir vacibatdır. Odur ki, bu vacibatı hər kəs özü özlüyündə fərdi olaraq icra etməlidir. Qardaş, bu ibadətdir, fitrə zəkatı çıxartmaq. Bu, hər bir insana fərdi olaraq müsəlmana vacibdir. Hər kəs özü özlüyündə bunu icra etməlidir. Lakin Allah daha doğrusunu bilir. Hər kim ailəsinin adından fitrə zəkatı çıxararsa, bu düzgündür və etibarlıdır. Bu düzgündür və etibarlıdır. Himayəsində kim varsa, onun adından fitrə zəkatı çıxartsa, bu etibarlı sayılır. Lakin bir məsələni qeyd edim. Alimlər deyirlər ki, ev sahibi ailəsinin adından fitrə zəkatı çıxardırsa, həmin adam buna razılıq verməlidir. Həmin adam buna razılıq verməlidir. Məsələn, bir kişi ailəsində bir neçə adam var. Zövcəsinin adından fitrə zəkatı çıxardır. Düzdür? Zövcəsi buna razılıq verməlidir. Əks halda ailə üzvlərindən kimsə fitrə zəkatı çıxartmazsa, onun günahı ailə başçısına yazılmır. Onun günahı ailə başçısına yazılmır. 6-cı məsələ, fitrə zəkatını, verilən fitrə zəkatını satmaq olar yoxsa yox? Bu barədə də çox soruşurlar. Mənə məsələn, Rəşad qardaş, çox fitrə zəkatı verilib. Bir neçə müsəlmanlar fitrə zəkatı veriblər və çox alıb. O fitrə zəkatından verilən fitrə zəkatını satmaq olar yoxsa yox? Cavab budur ki, fəqir birisi ona verilən fitrə zəkatını sata bilər. Lakin bir şərtlə, həmin o fitrə zəkatını verən adama satmasın. O adam deyilsə, kim ki sənə verib, ona deyil, başqasına o fitrə zəkatını istəsə, sata bilər. 7-ci məsələ, fitrə zəkatı nələrdən çıxarılır? Bu barədə çox saylı soruşurlar. Bəs Rəşad qardaş, fitrə zəkatı nələrdən çıxarılmalıdır? Cavab budur ki, fitrə zəkatı hər kəsin yaşadığı ölkədə ən əsas qidalanan təamlardan çıxarılmalıdır. İnsan harda yaşayır? O yaşadığı yerdə ən əsas qidalanan şeylər hansıdırsa o yer üçün. Həmin təamlardan fitrə zəkatı çıxarılmalıdır. Bu məqamda, əziz qardaşlar, bir mühüm məsələni qeyd edim. Bu barədə çox soruşurlar. Deyirlər ki, bəs Rəşad qardaş, fitrə zəkatına ət alıb çıxartmaq olar yoxsa yox? Ət, toyuq və s. bu kimi şeylər.
Cavab budur ki, alimlər deyirlər ki, hədislər dəlalət edir ki, fitrə zəkatı saxlanılan və insanların əsas qidası olan ərzaqlardan çıxarılmalıdır. Və əsas qida deyəndə, o insanların gündəlik dolanışında əsas yer tutan və saxlanılan yeməklərdir. Məsələn, buğdadır, düyüdür, arpadır, qreçka, xurma və s. bu kimi şeylər nəzərdə tutulur. Ət məlum məsələdir ki, əsas qida sayılmır. Niyə? Çünki ət əsas qida kimi sabit deyil. Yəni, uzun müddət saxlanılan ərzaq olmadığı üçün, sabit qida olmadığı üçün, yəni sən əti alıb aylarla, illərlə saxlamırsan, məsələn, buğda kimi, un kimi, düyü kimi, qreçka kimi alıb saxlamırsan onu. Bu əsas qida kimi sabit deyil. Ona görə alimlər deyiblər ki, ət bura daxil deyil. Bunu nəyə görə deyiblər, əziz qardaşlar? Çünki hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm bir səh deyib. Səh ölçü qabıdır. Belə deyək, həcm ölçüsüdür. Təxminən 2 kilo yarım tutan bir qabdır. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm bir səh deyib. Məsələn, bir qab düyü, bir qab qreçka, bir qab buğda, yəni bu kimi ölçülür, bu kimi başa düşülür. Amma ət çəki ilə ölçülür. Məsələn, bilirsən ki, 1 kilo ət, 2 kilo ət almışam, 3 kilo ət almışam. Bu səh, bura daxil olmadığı üçün ətdir, toyuqdur və s. Ona görə alimlər deyiblər ki, bu kimi şeylərdən fitrə zəkatı çıxarılmır. Əksər alimlər deyiblər bunu. Əksər alimlər bunu deyiblər. Yəni, ət çəki ölçüsüdür. Çəki ölçüsü olduğu üçün, amma hədisdə bir səh deyir, o səh ölçü qabıdır. Ölçü qabıdır, təxminən 2 kilo yarım miqdarında tutulan bir qabdır. O bir səh sən fitrə zəkatı çıxartmalısan. Ət də bura daxil deyil. Ona görə alimlər deyiblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm fitrə zəkatını ölçü ilə verilən qida kimi təyin edib. Və ət o dövrdə ölçü qabı ilə verilən qida növünə daxil deyildi. Hər bir halda Allah daha doğrusunu bilir. Mənə gəlib çatana görə o yerlərdə ki, o yerlərin əsas qidası, təamı, insanların əsas qidalandığı şey ətdirsə, yaxud toyuqdursa, o zaman bu şərtlə, yəni bu qeydlə orada yaşayan insanlar fitrə zəkatını ətlə çıxara bilər, əks halda çıxartmasalar daha yaxşıdır. 8-ci məsələ, borcu olan adam fitrə zəkatı çıxarda bilər, yaxud çıxartmalıdır, yoxsa yox? Cavab budur ki, borc fitrə zəkatının çıxarılmasına maneə deyil. Borc fitrə zəkatının çıxarılmasına maneə deyil. O mənada ki, borcu olan fitrə zəkatı çıxartmalıdır. 9-cu məsələ və sonuncu məsələ, çoxsaylı verilən suallardan biri də budur ki, fitrə zəkatını pulla çıxartmaq olar, yoxsa yox? Bu barədə çox soruşurlar. Cavab budur ki, əziz qardaşlar, bu barədə alimlərin 3 məşhur görüşü var. Bir qrup alimlər deyiblər ki, fitrə zəkatını pulla çıxartmaq olmaz. Bu düzgün deyil. Bunlar deyiblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında səhabələr təamla, yeməli şeylərlə çıxardırdı. Və bu, Buxari və Müslimdə keçən hədisin zahirinə əsasən, yəni səhih hədislərin zahirinə əsasən bu cür deyiblər ki, təamla çıxarılmalıdır. Və bu görüş, yəni pulla çıxartmaq olmaz, təamla çıxarılır. Bu görüş cümhur alimlərin görüşüdür.
Əksər alimlər bunu deyiblər. Malikilər bunu deyib, Şafilər bunu deyib, Həmbəllər bunu deyib, bir çox alimlər bunu deyiblər. İkinci görüşdə olan alimlər deyiblər ki, pulla icazəlidir. Bunlar nəyə əsaslanıblar? Bunlar deyiblər ki, fitrə zəkatının çıxarılmasında məqsəd kasıb, fəqir müsəlmanın bayram etməsidir, düzdür? Yəni, o imkanı olmayan müsəlmanlar da bayram etsin. O da nəsə tapıb yeyə bilsin. Bunlar deyiblər ki, pulla çıxarılanda bu məqsəd hasil olur. Sən o miskinə pul verəndə, fəqir müsəlmana, artıq o məqsəd onun bayram etmə məqsəd budur axı, o da bayram etsin. O da yaşasın bu Ramazan bayramını. Madəm ki, pulla çıxarılanda bu hasil olur, deyiblər ki, pulla çıxartmaq icazəlidir. Bu görüşü Hənəfilər deyib. Və bəzi Şafilər də deyiblər bunu. Rivayət olunub Sufyan Sovridən, Həsən Basridən. İndi Allah bilir bu rivayət nə qədər səhihdir. Hər bir halda Həsən Basridən və Sufyan Sovridən rivayət edilir və İmam Buxari rahimehullah bəzi alimlər deyiblər ki, nisbət ediblər ona bu görüşü. Həmçinin İmam Qurtubi bu görüşü deyib. Hətta bəzi alimlər nisbət edirlər bu görüşü xəlifə Ömər ibn Abdüləzizə. Ömər ibn Abdüləzizə nisbət ediblər. Və üçüncü görüşdə olan alimlər də deyiblər ki, əsl budur ki, təamla çıxarılır. Əsl budur ki, fitrə zəkatı təamla çıxarılmalıdır. Lakin ehtiyac olarsa və məsləhət varsa, diqqət edin, iki qeydlə. Əsl budur ki, təamla çıxarılır. Bu üçüncü qrup alimlər bunu deyiblər. Lakin ehtiyac olarsa və məsləhət varsa, pulla çıxarılmasında heç bir problem yoxdur. Və bu görüş İmam Əhmədin görüşüdür və həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah bu görüşün üzərindədir. Allah daha doğrusunu bilir, bu sonuncu görüş haqqa daha yaxındır pulla çıxarma məsələsində. Bu qədər. Allahdan istəyirəm ki, dinləyənlər və baxanlar üçün faydalı etsin. Və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed.